Heykəl deyəndə ilk ağla gələn nəhəng, əzəmətli sənət əsərləridir. Amma müasir dövrdə heykəltərraşlıq anlayışı da dəyişir, formalaşır və nəticədə bu cür miniatür heykəllər ərsəyə gəlir. Son zamanlar belə əl işləri xüsusilə diqqət çəkir. Çünki həm klassik heykəltərraşlığın ruhunu qoruyur, həm də müasir zövqə uyğun daha fərdi və yaxın görünür. Əsasən biz heykəlləri gildən başlayırıq. Gildən hazırlandıqdan sonra ikinci mərhələ silikondan daha çox istifadə edirik ki, daha hamar, daha dəqiq çıxsın. Çünki gipsdən çıxardanda hava qabarcıqları qaldığı üçün ona görə əsasən silikondan istifadə edirik. Və sonraki mərhələdə artıq heykəlləri qəlibdən çıxardıqdan sonra, o tam quruduqdan sonra digər mərhələ rəngləmə mərhələsidir və rəngləmə mərhələsində akril boyalarından istifadə edirik. Miniatür heykəllərin hazırlanma prosesi bir qədər fərqlidir. Çünki burada iri həcmli əsərlərdən fərqli olaraq daha çox səbir, diqqət və dəqiqlik tələb olunur. Çünki balaca olduğu üçün onlara daha balaca artıq steklərdən deyək ki, istifadə olunur. Ona görə də daha çətindir. Böyük heykəllərdə daha rahatdır. Yəni göz, qaş. Çünki ürəyimiz istədiyimiz formada, yəni əlimizlə istədiyimiz formanı sala bilirik. Amma balaca heykəllərdə mümkün deyil. Yəni tək əllə işlədiyimiz üçün daha çətindir. Miniatür heykəllər mövzuya, ölçüyə və istifadə olunan materiala görə fərqli formalarda hazırlanır. Bunları həm sadə zövqlərə, həm də xüsusi sifarişlərə uyğunlaşdırmaq mümkündür. Miniatür heykəllər hər büdcəyə və istəyə uyğun hazırlanır. Röya Salmanova, Zahir Haşimov, Telesəhər.